Salam dostlar, Allahın izni ilə daha bir kat yolumuz hazır olub. Baxa bilərsiniz. Həmişəki kimi bacasından tüstü, his, pas çıxmır. İndi inşallah yoxlamadan sonra bu qapaq bura sparkalanacaq. Biraz səliqəsiz olan yerlərə görə üzürlü sayarsınız. Bu da dərəcəsi. Artıq su qaynayır. 20-25 dəqiqə olar ki işləyir. Çünki bunun öz altlığı tam hazır şəkildədir. Baxa bilərsiniz. Tam da hələ biraz yarı potdan aşağıda özüm elə qoymuşam. Bu tam qaynayandan sonra bunun yəni çox foda ehtiyacı yoxdur. Bir damcı fanın 1-2 fodu tonunu bəsləyir. Şimdi tam para çevireceğiz. 1-2 dəqiqəyə. Artıq para çevirdi. Yanmağını göstermek istəyirdim sizə. İmkan vermədi. Lap uzağı, yəni ki lap çoxu 25 dəqiqəyə hazırda. Artıq obursu kimi 28 dəqiqədə qaynamır. 25 dəqiqəyə hazırdır. Çünki onun öz altlığı yox idi. Onun da altlığını düzəltmişəm. Baxa bilərsiniz. Yəni qapağı qalıb. Bir də yağ açıldı. Qalan hər bir şey hazır. Kim belə yağla işləyən kat yollar istəyərsə, yağla işləyən testlər istəyərsə, profildə nömrəmiz var. Müraciət edə bilər. Baxın, yenə həmişəki kimi 6 amperlik anlı. Hətta bu səfər hava turbasını uzun qoymuşam. 70 santimdən artıq qoymurdum, amma indi hardasa 1 metr 10 santimdir. Yenə də gücü çatır. Etiketi kopmuştu diye zənet vurmuşam, baxa bilərsiniz. 6 amperlik. 12 volt 6 amper. Bu da tam parla. Bir gram tüstüsü, isipası yoktu.